Bismillahirrahmanirrahim. Uca Allah ad qövmünü məhv etdikdən sonra onlardan kimsə qalmadı. Hamısı məhv olub getdi, həlak oldular. Ərəbistan yarımadasının şimalında Əl-Hicr adlanan ərazidə Nuhun oğlu Samın nəsli öz sivilizasiyalarını qurdular. Onların da babası İrəmdir. Lakin onlar fərqli ərazilərə yayıldılar. Bir qrup cənubda məhv edilən ad qövmü, bir qrup isə şimalda. Onlar Uca Allahın öz əmoğullarının başına nə gətirdiyini eşitmişdilər. Və onlar hazırda Ərəbistan yarımadasının şimal-qərbində, Təbuk və Şam tərəfdə yerləşən Əl-Ulə adlanan ərazidə məskunlaşmışdılar. Səmud qövmünün yaşadığı bu bölgə Əl-Hicr adlanırdı. Onlar bir müddət tövhidə, tək ilahlığa bağlı qaldılar. Ta ki aralarına çox ilahlıq, şirk girməyə başlayana qədər. Şeytan hər bir diyarda və yer üzünün hər küncündə insanlara şirki təqdim etməyə can atır. Allah Səmud qövmünə bol-bol nemətlər bəxş etmişdi. Bu nemətlərdən biri də o idi ki, onların ömürləri uzun idi. O dərəcədə ki, onlar ağacdan ev tikəndi. Ağac çürüyürdü, lakin özləri hələ ölmürdülər. Gördülər ki, ağac onlara fayda vermir, buna görə də dağları oymağa başladılar. Çünki dağlar davamlıdır. Ömürləri uzun, bədənləri güclü idi və həmçinin onlara gözəl nitq qabiliyyəti, fəsahət də verilmişdi. Onlar da ad qövmü kimi ərəb idilər. Onlar saf ərəblərdən idilər və Səmud qövmü də ərəb idi. Allah onlara gözəl nitq, geniş bədən quruluşu, həmçinin məhsul, bağ-bağça və su nemətləri bəxş etmişdi. Onlar həm yaşamaq, həm də ruzi üçün dağları oyurdular. Aralarında çox ilahlıq zuhur etdi. Uca Allah heç bir topluma onları elçi göndərmədən və ya aralarında bir peyğəmbər təyin etmədən başla-başına buraxmadı. Uca Allah onların arasına ikinci ərəb peyğəmbəri olan Salih peyğəmbəri göndərdi. İlk ərəb peyğəmbəri ad qövmünə göndərilən Hud idi. İkinci isə Salih aleyhisselam oldu. Salih öz qövmünə gəldi. O aralarında salihliyi, əxlaqı və xeyirxahlığı ilə tanınırdı. Onları tövhidə dəvət etməyə başladı. وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا. O onlardan biri idi. Eyni qəbilədən idi. وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ هو أنشأكم من الأرض واستعمركم فيها. Yəni sizə bu nemətləri bəxş edən və bu quraq, qayalıq, dağlıq ərazidə məskunlaşmağınıza imkan verən odur. Və bu yer tarlalara, ağaclara, suya, saraylara və dağlardakı evlərə çevrildi. واستعمركم فيها فاستغفروه ثم توبوا إليه إن ربي قريب مجيب. Salih aleyhisselam onlara bu nemətləri xatırlatmağa başladı. Bu, peyğəmbərlərin adətidir. İnsanlara, Allahın onlara bəxş etdiyi nemətləri xatırlatmaq. Allah buyurur ki, onlardan heç nə istəmir. O, yalnız onlardan ona ibadət etmələrini və ona heç nəyə şərik qoşmamalarını istəyir. Belə etsəniz, şükür etsəniz, sizə mütləq nemətlərimi artıracam. Və əgər küfr etsəniz, bu nemətlər yox olacaq. أتتركون فيما هاهنا آمنين في جنات وعيون وزروع ونخل طلعها هضيم Təkcə məhsullar deyil. وتنحتون من الجبال بيوتا. الله أكبر. Onlar vadidən qayalar gətirir, onları kəsir və heykəl kimi yonurdular. O dövrdə bunu kim edə bilərdi? Əgər onların yaşadığı yerə getsəniz və dağları necə yonduqlarını görsəniz, bunun bir şah əsər olduğunun şahid olarsınız. O qədim dövrlərdə dağları yonmaq üçün bütün bu imkanlara necə sahib idilər? Bugün bir tunel tikmək üçün dağı partlatmağa partlayıcı maddələr lazımdır. Bu insanlar isə dağların içində saraylar, evlər və otaqlar tikirdilər. Bu nemətlər haradan gəlir? Onların hamısı
aləmlərin Rəbbindən gəlir. وتنحتون من الجبال بيوتا فارهين فاتقوا الله وأطيعون. Əgər Səmud qövmünün nələrə nail olduğunu, Allahın onlara verdiyi gücü və dağların içində nümayiş etdirdikləri sənətkarlığı görə bilsəydiniz. Onlar təkcə dağları yonmurdular, həm də onların içində otaqlar düzəldirdilər. Dağların daxilində tikdikləri sarayların bir hissəsi, lakin hamısı deyil, bütöv qalıb. Onların yalnız kiçik bir hissəsi günümüzə qədər gəlib çatmışdır. Çox hissəsi zamanla yox olub gedib. Lakin ondan qalanlar həqiqətən də Allahın ayələrindən, nişanələrindən biri sübutdur və uca Allahın nemətlərindən böyük bir nemətdir. Salih onları uca Allaha çağırmağa başladı və xalqların adəti üzrə zəiflər Peyğəmbərə iman gətirir, təkəbbürlülər isə ona qarşı çıxırdılar. Onlar Allahın Peyğəmbəri Salihə aleyhisselam necə cavab verdilər? Allahın Peyğəmbəri Salih aleyhisselam Allahın onların əmoğullarının başına nələr gətirdiyini xatırlatmağa başladı. Ey qövmüm, Rəbbimiz Əhqafdakı Ad qövmünə nə etdi? O küləyi və onlara nələr etdiyini xatırlamırsınızmı? Görmürsünüzmü ki, nə gücləri onlara fayda verdi, nə də uca Allahın əmrindən yayına bildilər. O, onlara zaman və nəsil baxımından yaxın olan Ad qövmünü xatırlatmağa başladı. Lakin bu nəsihət Səmud qövmünə fayda verəcəkmi? وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ. Allah onlardan sonra sizə güc verdi. وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ. O onlara Allahın nemətlərini xatırlatdı və dedi: Uca Allahın Ad qövmünə nə etdiyinə baxın. O sizi onlardan sonra imanın və tövhidin varisləri kimi saxladı. Onları məhv etdi. Sizi isə yaşamaq üçün yer verdi və bu nemətləri bəxş etdi. Salihə aleyhisselam necə cavab verdiklərini bilirsinizmi? Onlar peşmançılıqla dedilər: Ey Salih, bilirsənmi biz səni necə görürdük və sənə necə hörmət edirdik? Səmud qövmünün metoduna baxın. Onların insanları aldatmaq üçün istifadə etdikləri aydın və inandırıcı bir danışıq üslublar var idi. Onlar dedilər: Ey Salih, bilirsənmi biz səni kim hesab edirdik? Biz səni sadəcə hər hansı bir insan hesab etmirdik. Əksinə səni hörmətli, izzətli və yüksək məqam sahibi sayırdıq. Sənin aramızda liderlərdən biri olacağını düşünürdük. Onu şirnikləşdirməyə başladılar. Deməli, rəhbərlərimizdən biri olacağını ümid etdiyimiz sən, indi bizi bu dəvətlə çağırırsan? قالوا يا صالح قد كنت فينا مرجوا قبل هذا أتنهانا أن نعبد ما يعبد آباؤنا وإننا لفي شك مما تدعونا إليه مريب. Deməli, biz səndə xeyir gördüyümüz və səndən yaxşılıq ümid etdiyimiz halda sən bizi bu dəvətlə çağırırsan və biz sənin insanların ən yaxşılarından birinə çevriləcəyini, onlar arasında yüksək mövqe tutacağını gözləyirdik. Allahın Peyğəmbəri Salihə qarşı istifadə etdikləri hiləgər taktikalara baxın. O cavab verdi: أرأيتم إن كنت على بينة من ربي وآتاني منه رحمة. Sizə dediklərim aləmlərin Rəbbindəndir. Allah mənə vəhiy və mərhəmət bəxş edib ki, mən də onu sizə ötürmək istəyirəm. Siz isə məni məqam, vəzifə ilə şirnikləşdirirsiniz. فَمَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ. Yəni mən sizin sözünüzə tabe olub Allahın əmrini tərk etsəm. فَمَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ. Bütün təklifləriniz itkidir. Mən isə aləmlərin Rəbbi ilə bərabərəm. Onlar Salihlə bacara bilməyəcəklərini başa düşdükdə, Salihlə aleyhisselam birgə iman gətirən zəiflərin yanına getdilər. Təkəbbürlü rəhbərlər kasıbların yanına gedib, onlardan Salihə inanıb, inanmadıqlarını soruşdular.
Onlar, bəli, iman gətirdik deyə cavab verdilər. Sizi ona inanmağa nə vadar etdi? Çünki biz ona inanmadıq. Onlar zəiflər və kasıblar arasında qorxu yaratmaq istəyirdilər. Bu taktika bugünə qədər hələ də istifadə olunur. Onlar təvəzzökar möminlərin yanına gedir, onları qorxutmağa və hədələməyə çalışırlar. قال الملأ الذين استكبروا من قومه للذين استضعفوا لمن آمن منهم أتعلمون أن صالحا مرسل من ربه. Salihin Rəbbi tərəfindən göndərildiyinə dair bir dəliliniz varmı? Baxın, onlar zəif, təvəzzökar və heç bir gücləri olmamasına baxmayaraq, onlara necə inamla və qətiyyətlə cavab verdilər. قالوا إنا بما أرسل به مؤمنون. Onun söylədiyi hər şeyə inanırıq. Allah. İmanın gücünə, mətinliyə və yəqinliyə baxın. Təkəbbürlülər onlara tam bir lovğalıqla cavab verdilər. Təkəbbürlülər dedilər, biz isə sizin inandığınız şeyi qətiyyən rədd edirik. Onlar möminlərdən üz döndərdilər və kafirlərlə möminlər arasında düşmənçilik şiddətləndi. Yəni, Allahın Peyğəmbəri Salih ilə qayaları və dağları yonan o təkəbbürlü insanlar arasında. Allahın Peyğəmbəri onlarla necə rəftar edəcək? Bəli, Səmud qövmi ilə Allahın Peyğəmbəri Salih arasındakı düşmənçilik onların təyin olunmuş bayram günü gələnə qədər şiddətləndi. Onlar Əl-Katib adlı nəhəng bir qayanın olduğu yerə çıxardılar. Böyük, hamar bir qaya. Onlar dağları yonduqları üçün o qayanı vadidən gətirmişdilər. Onlar öz ilahlarına bu qayanın yanında ibadət edər, bayram günlərində bütlərinə qurban kəsərdilər. Onlar Salihə aleyhissalam meydan oxuyaraq dedilər, ey Salih, o gün bizimlə birlikdə çıxsan necə olar? Bayram günü hamı çox böyük kütlə halında çölə çıxdı. Gəl səninlə bizim aramızda bir yarış, meydan oxuma olsun. Sən öz Rəbbini çağır, biz də öz ilahlarımızı çağıraq. Əgər sənin Rəbbin sənə cavab versə, biz ona inanacaq. Yox, əgər bizim ilahlarımız bizə cavab versə, sən bizə inanacaqsan. Salih aleyhissalam bunu qəbul etdi. Beləliklə, bütün müşriklər bayram günü bu yarışda nə baş verəcəyini görmək üçün çölə çıxdılar. Əl-Katibə adlı o böyük, nəhəng və hamar qayanın qarşısında. Onlar Salihə dedilər, bəs belə etsək necə olar? Sən Rəbbinə dua et ki, bu Əl-Katibə adlı böyük, hamar qayanın içindən iri və 10 aylıq boğaz olan bir dişi dəvə çıxarsın. Yəni bətnində dölü olan 10 aylıq boğaz bir dəvə. Bu ağılsız və qeyri-mümkün bir tələb idi. Rəbbindən dilə ki, bu qayanı yarsın və oradan boğaz bir dişi dəvə çıxsın. Yaxşı, bəs siz nə üçün dua edirsiniz? Biz də ilahlarımıza dua edirik ki, o dişi dəvə oradan çıxmasın. Hiləyə fikir verin. Təbii ki, bu bir qayadır. Qayadan necə dəvə çıxa bilər? Onlar öz qövmlərini yoldan çıxarmaq istəyirdilər. Allah isə öz Peyğəmbərinə vəhiy edirdi. İnna mursilun naqati fitneten lehum fartaqibhum wastabir. Səbirli ol ey Salih. Salih aleyhissalam razılaşdı. Və onlarla birlikdə o möhtəşəm mənzərənin yaşanacağı yerə çıxdı. Qayanın qarşısında uca Allaha dua etməyə başladı. Onlar öz ilahlarına bu qayadan heç bir dəvənin çıxmaması üçün yalvardıqları bir vaxtda bütün insanlar izləyirdi. İman əhli uzaq bir yerdə dayanmış. Nə baş verəcəyini bilmədikləri üçün narahatlıqla tamaşa edirdilər. Hadisəyə şahidlik edən digər insanlar isə bu qayadan heç bir dəvənin çıxmayacağına tam əmin idilər. Qəfildən hər kəsin gözü qarşısında qaya titrəməyə başladı və insanlar qorxuya düşdülər. Bu nəhəng qaya titrəyir və tədricən yarılırdı. İnsanlar isə baxırdılar. Nələr baş verir? Salih aleyhissalam baxdı və qayanın tamamilə yarıldığını gördü. Oradan heç kimin ömründə görmədiyi
möhtəşəm, iri və gözəl bir dişi dəvə çıxdı. Bu Allahın dəvəsidir. O qayadan çıxmağa başladı və insanlar buna şahidlik edirdilər. Kafirlər heyrət içində baxırdılar. Bu sizin tələb etdiyiniz və Salihə əleyhissalam meydan oxuduğunuz o dişi dəvədir. Bu kainatda Allahın ən böyük nişanələrindən biridir. Bu dişi dəvə o hamar qayadan necə çıxa bilər? O çıxdı və onların qarşısında yeriməyə başladı. Bəs insanlar iman gətirdimi? Peyğəmbəri qəbul etdilərmi? Allaha səcdə etdilərmi? Saxta ilahlarından tövbə etdilərmi? Bunu növbəti bölümdə görəcəyik inşallah.